Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərim. Bu videomuzda sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən bəzi sualların izahlarını paylaşacağam. Həftə ərzində bu tipli izahlar həm MİQ müəllimləri üçün, həm də sertifikasiya müəllimləri üçün ayrı-ayrı videolar şəklində paylaşılacaq. Siz də kanala abunə olaraq paylaşılan bu videolardan davamlı olaraq faydalana bilərsiniz. Onu da əlavə edeyim ki, oktyabrın sonlarına doğru bizim onlayn oktyabr qruplarımız dərslərə başlayacaq. Sırf olaraq ibtidai sinif müəllimlərinin MİQ və sertifikasiyası üçün nəzərdə tutulmuş qrupdur. 055 418 82 02 nömrəsi ilə əlaqə saxlayaraq dərslər haqqında ətraflı məlumat əldə edə və qruplara qoşula bilərsiniz. Vaxt itirmədən keçək sualların izahına. Birinci sual. İdi hissəciyinin işləndiyi cümləni müəyyən edin. O hər şeyi atdısa, geri yolu yoxdur. Atdı sözündə burada d var, atmaq. Sözün kökünə qoşulan d zaman şəkilçisidir. Atdı, nə etdi? Buradakı sa isə hissəciyidir artıq. Yəni burada idi yox, isə hissəciyi var. D zaman şəkilçisidir. Geri yolu yoxdur. Davamında isə hissəcikdən söhbət gedə bilməz. Güləcəkdir, ellər, obalar. Güləcəkdir sözünün kökü gülmək feilidir. Güləcək nə edəcək? Bu zamandır. Acaq, əcək, qəti gələcək zamandır. Zamandan sonra gələn di isə olacaq idi hissəciyi. Gələcək idi, daha sonra güləcək idi, ellər, obalar. Zaman və zamandan sonra gələn olacaq hissəcik. Deməli, B bəndi bizim doğru cavabımızdır. Yenə gəldi yaz ayları. Fikir verin. Gəl, gəldi. Kökə qoşulan di birbaşa zaman şəkilçisidir. Nə etdi? Sualına cavab verir, keçmiş zamandır. El kəsib qarşımı burada sordu. Bu nümunədə ümumiyyətlə sordu, nə etdi sualına cavab verən zaman var. İdi hissəciyi yenə yoxdur. Yazılmış yazıları pozdur. Burada yenə idi hissəciyindən söhbət edə bilməz. Bu nümunədə doğru cavabımız olacaq B variantı. Keçirik növbəti sualımıza. Toplu ismin işləndiyi cümləni müəyyən edin. Qız tərəvəzləri evə gətirdi. Burada qız, tərəvəz, ev və gətirmək feili var. Toplu isim yoxdur. Bir salxım da nənənə verərsən. Salxım toplu isimlə qarışdırıla bilər, amma toplu isim hesab olunmur. Suallar od kimi üzərinə yağırdı. Suallar cəmdə olan sözdür. Toplu isim hesab olunmur. Azərbaycan, odlar diyarım. Yenə bu nümunədə odlar cəmdə olan isim var, amma toplu isim yoxdur. O nə deyir desin, partiya öz işini bilir. Partiya toplu isimdir. Yəni, Y variantında toplu isim özünü göstərdi. Cavabımız oldu Y bəndi. Davam eləyək növbəti sualımızdan. Adlardan düzələn feilləri müəyyən edin. Deməli, qızarmaq sözü qızmaqdan əmələ gəlmir. Qızarmaq sadə sözdür. Çünki qızarmaq və qızmaq arasında bir bağlılıq yoxdur. Məsələn, mənim üzüm qızardı desəm, üz qızmır ki, qızarsın. Ona görə də burada qızmaq hər zaman qızarmağı ifadə edə bilmir. Yəni, sadə sözdür. Göyərmək, göy olmaqdan göyərmək. Baxın, bu düzəltmədir. Qoparmaq, qopmaqdan qoparmaq əmələ gəlir. Bizləmək, biz, iynə biz, bizləmək. Yəni, iynələmək deməkdir bu. Ola bilər. Gözləmək, insan göz ilə gözləyir. Düzəltmədir. Dağlamaq, dağ, iz mənasında izi dağlamaq ola bilər. Yəni, tutaq ki, əlinə dağ basmaq, iz qoymaq, onu dağlamaq deməkdir. Dağdan dağlamaq ola bilər. Dağ sözü özü də amonimdir, həmin iz mənasında, bir də çıxdığımız dağ mənasında. İndi hansının adlardan düzəldiyini müəyyən eləyək. Bir sadədir, çıxırıq. Göyərmək göy sifətindən düzəlib, deməli adlardan düzəlib. Qoparmaq, qopmaq feilindən düzəlib, feildən düzəlmiş feili götürmürəm. Bizləmək biz ismindən düzəlib, iynədən, deməli adlardan düzəlib. Gözləmək göz ismindən düzəlib, dağlamaq dağ ismindən düzəlib. Yəni 2, 4, 5, 6 uyğun cavabımız olacaq A variantı. Davam edirik növbəti sualdan. Növbəti suala keçmədən əvvəl bir daha qeyd edirəm ki, oktyabr ayında onlayn hazırlaşmaq istəyən ibtidai sinif müəllimləri üçün MİQ və sertifikasiyadan yeni onlayn qruplarımız açılır. 055 418 82 02 nömrəsi ilə dərslər haqqında ətraflı məlumat əldə edib qoşula bilərsiniz. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq həftəlik mətn canlı yayımlarından ibarətdir. Tam ətraflı məlumat üçün yaza bilərsiniz. Davam eləyək indi 4-cü sualdan. Deyir ki,
Onun hamıya bələd olmaq istəyi hər kəsi heyrətə gətirdi cümləsində neçə nitq hissəsi var? Biz nitq hissəsini əgər müəyyənləşdiririksə, söz yanaşmalıyıq. Təbii ki, cümlənin tərkibində görək hansı sözlər var. Onun hamıya bələd olmaq istəyi hər kəsi heyrətə gətirdi. Deməli, onun hamıya, o burada şəxs əvəzliyi var. Bir nitq hissəsidir. Hamı qeyri-müəyyən əvəzlik var. 2 nitq hissəsi. Bələd olmaq istəyi. Bələd olmaq mürəkkəb feildir. 3. İstək isimdir. 4. Hər kəs qeyri-müəyyən əvəzlikdir. 5. Heyrətə gətirdi. Nə etdi, gətirdi, nəyə heyrətə deyə bilmirəm. Heyrətə gətirmək frazeoloji birləşmədir. Bu da bütövlükdə bir feildir, yəni nitq hissəsidir. Deməli, ümumilikdə 6 nitq hissəsi saydıq. Cavabımız olacaq D variantı. Davam edirik növbəti sualımızdan. Feili sifət tərkibi işlənmiş cümləni müəyyən edin. Biri var feili sifət, bir də var feili sifət tərkibi. Rəqs edənləri alqışladılar. Nə etdilər? Alqışladılar. Kimi? Rəqs edənləri. Burada rəqs edən feili sifətdir. Amma olmaq, etmək, eləmək, bilmək feillərinin köməyi ilə, yəni etməklə yaranıb. Rəqs etmək mürəkkəb feildir. Yəni bir nitq hissəsi, bir sözdür. Feili sifət tərkibi isə 2 və daha artıq sözdən əmələ gəlməlidir. Rəqs etmək bir sözdür. Bir sözdə tərkib əmələ gəlməz. Burada sadəcə feili sifət var. Feili sifət tərkibi yoxdur. Çünki etməklə əmələ gəlib. Evə gələndə bağlamaları gətirdik. Nə vaxt, nə zaman? Evə gələndə. Gətirdik kim? Biz. Cümlədə mübtəda yoxdur. Nəyi? Bağlamaları. Yəni, bu cümlədə baxıram ki, gələndə andan da feili bağlamadır. Feili bağlama tərkibi var. Feili sifət tərkibi yoxdur. Çünki andan da feili bağlama əmələ gətirir. Bu cümlədə ümumiyyətlə feili sifət şəkilçisi yoxdur. Universitetə qəbul olanlar 15 sentyabra dərsə başlayacaqlar. Nə edəcəklər? Başlayacaqlar. Kim başlayacaq? Universitetə qəbul olanlar. Baxın, universitetə qəbul olanlar olan feili sifəti ilə əmələ gəlib. İndi qəbul olanlar ifadəsində də olmaq feili var. Deyə bilərsiniz ki, axı burada da olmaq feili ilə əmələ gəlib. Niyə görə tərkib olsun? İndi qəbul olmaq ikisi bir sözdür. Universitet 2 sözdür. 2 söz an, ən şəkilçisi ilə birləşsə, burada feili sifət tərkibi var. Yəni, kim dərsə başlayacaq? Universitetə qəbul olanlar, bütövlükdə universitet 1 söz, qəbul olmaq 2 söz, oldu feili sifət tərkibi. C variantı uyğun gəlir. Peşman olan insan da belə gülərmi? Nə edər? Gülər. Kim? İnsan. Hansı insan? Peşman olan. İndi baxın, peşman olanda da an var, burada olmaq feili var yenə də peşman olanda. Və peşman olmaq bir sözdür. Ona görə eyni ilə rəqs etmək kimi peşman olmaq, rəqs etmək bunlar bir sözlə ifadə olunub, tərkib deyil. Bağda gəzərkən meyvələrdən dərib evə gətirdi. Nə vaxt, nə zaman? Bağda gəzərkən. Burada tərkib var, amma arkən. Bu feili bağlama tərkibidir. Feili sifət tərkibi burada yoxdur. Ona görə Y variantı da uyğun cavab ola bilməz. Cavabımız burada olacaq C variantı. Qəbul olan bir sözdür. Universitet 2 söz birləşdi feili sifət tərkibi əmələ gətirdi. Bugünkü videomuzun sonuna gəldik. Siz də həftə ərzində paylaşılan videolardan davamlı olaraq faydalanmaq istəyirsinizsə, kanala abunə olaraq videolarımızı bəyənib paylaşa bilərsiniz. Sağ olun, növbəti izahlarda, növbəti dərslərimizdə görüşərik. Bundan sonraki videolarımızda inşallah mətnlər haqqında da ayrıca videolar çəkəcəm. Kanalı izləmədə qalın. Sağ olun.